Səni kim yaradıb? Kim yaradıb səni? Qışqırma. Kim yaradıb Qışqırma. səni? Qışqırma. Qışqırma. Səni kim yaradı? Qulağım ağrıyır. Qışqırma. Səbir ol. Valideyn. Dindən alırsan mı əxlaqı? Nəyə gəlmişik, nəyə görə gəlmişik? Dədənlə onun sevişdiyinə görə mənim qardaşım. Qəfər. Dədəm babam sevişdiyinə görə, düzdür? Bəs bu qanunu kim qoyub? Nəyi sevişmə Nə üçün qanununa? gəl? Yox, səbəb olmalı da, nə üçün gəlmisən? Bəs mən sənə dedim axı. Biraz normal danışaq. Yox, biraz normal danışaq. Mən sənə elə bir sual verirəm ki, dəqiq onun cavabını de. Yoxsa durub burada düzgün danışmaq lazımdır. Dədənlə anavun valideynlərin leyləklərə sifariş verməsi, leyləklərin kassa çekini alması və o kassa çekindən sonra bəlli bir proseslərdən sonra səni səbətdə gətirib valideynlərə təhvil etməsi səbəbilə. Onu mən qoyuram, o yüzden, onu qoyuram. Mən sənə səbəb deyirəm. Bu həyata nəyə görə gəlmisən? Nə üçün gəlmisən? Edir, nə üçün gəlmisən? Ay qaqaş, səndən soruşublarsa həyata gətirəndə. Həyatı gətirəndə kimsə kimlənsə soruşmur, Əhsən, indi bir dənə dinlə. Səni kim yaradıb? Kim yaradıb səni? Qışqırma. Kim yaradıb səni? Qışqırma. Səni kim yaradıb? Qulağım ağrıyır, qışqırma, səbir ol. Dindən alırsan mı əxlaqı? Dini tərbiyədir bu. Məscid tərbiyəsidir. Şərəfdən danışan yoldaş, sənin qohum əqraban, qadın, qız, anan, bacın eşidə bilər axı bunları. Ay qariyyət abidəsi. Axşamınız xeyir. Axşamınız xeyir. Mən neçə vaxt sizi dinləyirəm Çevik bəy. Mənə çox maraqlandırır. Bu olmayan şey haqqında niyə danışıb? Ondan da pul qazanır. Yox, zarafat eləmirəm. Əgər bu Allah sansın yoxdursa, ondan pul qazanırsan. Mən də dedim ki, o yox olan Allah sana qənim olsun. Xoşun gələcək. Amin. Yox, amin demə də. Sən deyirsən yoxdur. Mən də yox olan Allahdan sana qənim istəyirəm. Qardaş, pul qazanır. İndi sən pul qazanırsan, o şəxs yoxdur. O qardaşıma qulaq asın, mən sənə polemik aparmıram. Bir kəlmə deyirəm, ondan sonra davam edirəm. Deyirsən yoxdur. Deyirsən yoxdur, mən də başa düşdüm, yoxdur. Olmayan şey haqqında niyə danışırsan? İlqar. Buyur. Az öncə dedin, Allah sənə qənim olsun. Dedin də elə. Yox, sən deyirsən yoxdur da. Mən də deyirəm yox olan Allah. Hədə bildim də dedin. Dedin də. Bax, o yox olan Allah birdən riski var olub. Sənin kimi bir adamın sözü ilə mənə qənim olacaqsa, sənin qədər ağlı yoxdur. O sənin öz fikrindir. İndi gəldi ikinci məsələyə. Buyur. İndi gəldi ikinci məsələ. Əzizim, bu yox olan Allah adına terrorlar törədilir, cəsuslar olur, vətən xəyanətləri ola bilir, radikalizm ola bilir, ekstremizm ola bilir. Bu yox olan Allahın adına. Və bunlar mənə xoşuma gələn şeylər deyil. Gözəl insan. O sənin şəxsi fikrindir, sənsin yoxdur. Yox, mən şəxsi fikrim zadım deyil, vətəndaş mövqeyimdir. Bütün kainat üçün o demək deyil ki, yoxdur. Bütün kainatın yarısı zaten inanmır. Tony Blair Kur'an okuyup, Putin Kur'an okuyup. Daha kimler Kur'an'ı okuyup? Ben de okumuşam da Kur'an'ı. Yok, bir var okuma elə şeydir ki. Hamı okuyup sen okumamsan. Hayır. Kulak at Sevik Bey. Ben de okumuşam. Orta məktəb dersi okuyordum. Əvvəlini okuyordum, axırı yadıma bitirdi. Sen Kur'an'ı eğer okuyasaydın. Kur'an bu güne kadar ne deyilipse orada var. Yok, ben senden burada gene deyirəm. Polemik aparma istemiyorum. Sen eğer Allah'a inanmırsan. İstemiyorum başka bir şey değil. Öz Sevik Bey, sakla öz şəxsiyyətində. Öz şəxsində sakla. Allah'a inanmırsan. Saklamıram. Bir etirazım var Ayılqar. Ben niye pul kazansa Allah'ın izniyle, olmayan Allah'ın Yaxşı eləyirəm. Yaxşı eləyirəm. Bir etirazım var. Etirazım odur ki, olmayan Allah'ın hesabına kazandığın pul da halal değil sana, haramdır. Yaxşı. Konstitusiya Məhkəməsinin ünvanını sənə göstərərik, gedərsən orada. Təşəkkürlər. Yaxşı, təşəkkür. Salam aleyküm, axşamınız xeyir qardaş. Axşamınız xeyir, gözəl insan. Çoxdandır sizi izləyirəm. Mən yəni dini Quran da oxumamışam, amma savadlıyam. Yəni universitet qurtarmış adamam. Fiziki elmlərin, riyaziyyat, fizika, təbiət elmlərindən yəni xəbərim var.
Mən uzun müddət Anlayıram. təkamül prosesinə, bəli, Anlayıram deyirəm. təkamül prosesinə inanmışam sizi kimi. Yəni Və Charles Darwin nəzəriyyəsini dəstəkləyirəm. İndi də hələ variasiya edirəm də, yəni onunla bunun arasında. Yəni o açıq deyirəm, o Adəm-Həvva məsələsinə inanmağım gəlmir. Yəni mənim elmim ona imkan vermir. Amma burada da bu Darwin nəzəriyyəsində də bir boşluq var. Onu da mən özümə o boşluqda da nəsə bir şey tapa bilmirəm. Onu da tam olaraq qavraya bilmirəm. Ola da mən anladım, məndən nə istəyirsən onu denən də. hə qardaş biz söhbət elədik də. İndi biz də sən efirdə Bildim, yəni sualım varsa ver də. Səbrin olsun da, səbrin olsun. İndi sənin bir sualım var. Hə. Sizdə daha doğrusu. İnsanın bir bəlli kütləsi var, insan yaşayır, yaradır, məsəl üçün yolu keçir, əlində bir sumka ilə danışır və o momentdə onun rəyi tutur və yaxud da maşın bunu vurur səri yerə. Düzdürmü? Səri yerə bunun bəlli kütləsi var. Tutalım 70 kilodur, 70 kiloda da elə ölür və onu hərəkətə gətirən qüvvə. Onun adı nədir? Nə hər şey gətirən qüvvə? Və cismi hərəkətə gətirən qüvvə. Necə yəni nəyi hərəkətə gətirən qüvvə? Mən 70 Sən canlılarla cansızları bir-birindən ayıra bilmirsən. Kişi özü fizik oxumuşam dedi. Qulaq as, sən vurdu maşın məni, vurdu mənim maşın. Danışırdım, gülürdüm, əlimdə kütlə var idi. Onun adı nədir? Sən mənə bunu izah eləyə bilərsən. Kvant nəzəriyyəsindən danışsan, onu mənə izah elə. Özün də deyirsən ki, ruh yoxdur. Mənə izah elə onu. Hə. Sən deyirsən ruh şey eləyir, idarə eləyir Gəldi koordinasyonu. qananın quyruğu qopduğu yerə. İndi onu mənə izah elə. Görüm o nə idi? Səbr. 1. Bədənin bütün koordinasyonunu təmin edən şey mərkəzdə ATF sintezi, yəni enerjidir. 2. Beynin və cerebellum korteksin koordinasiya elədiyi bütün hərəkət və davranışlar dolayısıyla beyindən əlaqəli siqnallarla dəstəklənir və bu siqnallar və beynin işləyiş şəkilləri sinaps atəşlənmələri ilə tətiklənir. Və bu beynin də işləyiş şəkilləri yenə ATF sintezinə, yəni enerjiyə bağlıdır. İndi gəldi 3-cü məsələyə. Mənə bax, bunların başını boş ver, xətalı ola bilər, səhv ola bilər, qəbul eləməyə bilərsən, boş ver hamısını, boş şeylər. Sən deyirəm bu insanı koordinasiya edən şey ruhdur. İnsanın büzdül sümüyü var, bilirsiniz onu. Yəqin məndən yaxşı. Verdiyim suala net cavab istəyirəm mən. Çünki mən verilən suallara net cavab verməyə İnsanın çalışıram. hansısa bir qüvvənin adını da qoysan qoy, o insanın tipləşdirilmiş forması indiki insanlar. Mən bu nəzəriyyənin Anladım. üstündə işləyirəm. Anladım. Yəni- Nəzəriyyənin üstünə nə qarsan? Bəli. Nəzəriyyənin üstünə nə qarsan? Hələ işləyirəm, yəni araşdırıram ki, bu insan necə yaranır və hansı bəlli qansıda ölümü var. Onu anladım dostum. Qafur. Bəs Bəli. verdiğim suala cavab vermədin axsan. İnsanı idarə edən ruhdur, yəni koordinasyon mərkəzi. Onun adına ruh da deyə bilərsən, kinetik enerji də deyə bilərsən. İndi mənə bax, bu sən viski zadı səndə bu kinetik enerji sən viski içir ya da ruhun viski içir. Əlbəttə ki, içir. Harası ilə? Qardaşım, yaxşı, bir insanın dəlidirsə, qulaq as mənə. O dəli kimi yaranıbsa bu dünyaya, genetik olabsın, bu var da bu ruh xəstədir. Bu ruh xəstə kimisə vurub öldürürsə, bunun günahı nədir? Bunun başı xarabdır da. Bunu kim yaradıb ki, bu başı xarabdır, vurur 70 nəfəri öldürür və yaxud əslində dəli Əzizim, var. vicdan və mərhəmət məsələləri güzgü Ay neyronlarla qardaşım, bağlıdır. bunun yaranışı budur. Bu adamın başı xarabdır. Bildim də yaranışı budur. Elə də olub da. Güzgü neyronları xəsarətli də olub. Anlayırsan? Bunu kim yaradıb? Bunu insan Kim kimi yaradıb? Sıradan bir insan kimi yaranmadı bu. Abi deyən görə cəhalət qoxusa nə buram, gözəl insan, xətrə deyməz. Bu gör nə deyirəm? Milyonlara Bu olmaz. insan mutasiyalarla doğula bilər, genetik deformasiya ilə doğula bilər, əlində ayağında problem ola bilər, baldırında problem ola bilər, quyruğunda problem ola bilər. Eyni zamanda başında da problem ola bilər. Yəni başında da deformasiya ilə doğula bilər və fiziki zədələrlə doğula bilər və ya mutasyonlarında xətalar ola bilər. Genetik xətalar ola bilər. Anlayırsan? Qardaşım anlayıram. Mən sənə dedim ki, mən təbiət elmlərini gözəl bilirəm. Dəqiq. Bəli. Hər halda İki nöqtə arasındakı potensiallar fərqi nədir? necə? İki nöqtə arasındakı potensiallar fərqi. Başa düşmədim. Sən ola İki nöqtə arasındakı potensiallar fərqi nədir? bizim zamanda elə bir fizikada elə bir şey olmuyor. Sizin zamanınızda elektrik yox idi, gərginlik yox idi.
Niyə yox idi? Elektrik cəryan da var idi. Cəryan İki işlətmə. nöqtə arasındakı potensiallar fərqinə gərginlik deyirlər. Əlviddətcə, təbiət elmləri doktoru.